Deməli uşaqlar, Albaniya dövləti Azərbaycanın şimalında yaranan ilk quldar dövlətimizdir. Çünki niyə? Mannanın Atropaten Azərbaycanın cənubunda yaranıb və Azərbaycanın şimalında dövlət yox idi. Yəni ilk dövlətimiz Albaniya olacaq. Albaniya da eradan əvvəl 4-cü əsrin ikinci yarısında yaranmışdı. Eyni Atropatena kimi. Hər ikisi də həm Albaniya, həm Atropatena Makedoniyalı İskəndərin imperiyasının süqutu nəticəsində yaranmışdı. Bura diqqət edin. Və zəmci çaşdırmaq üçün deyər ki, Makedoniyalı İskəndərin şərqə yürüşü zamanı və yaxud da ki Roma imperiyasının parçalanması zamanı bunların heç biri doğru deyil. Deməli, Albaniyanın ərazisini soruşsa sizdən, müasir Azərbaycan Respublikasının ərazisidir. Yəni, hazırda yaşadığımız Azərbaycan Respublikasının ərazisi olub. Sərhədləri şimalda olacaq Qafqaz dağları, cənubda yəni aşağıda olacaq Talış dağları ilə Atropatena, bir də ki, buraya yazın Araz çayı. Yaxşı, məsələn, siz çaşdırmaq üçün bəzən Kür çayı yazar. Yox, baxın, Arazdır. Sonra şərqdə Xəzər, qərbdə isə Göyçə gölüdür. Sonra Albaniyada Kaspilər, Kadusilər, Leqlər, Amardlar, Utilər, Qarqar kimi tayfalar yaşayırdı. Baxın, burada Kaspi və Kadusi həm Azərbaycanın şimalında, yəni Albaniyada, həm də Azərbaycanın cənubunda, yəni Atropatenada yaşayırdılar. Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri idi. İkinci paytaxtı isə olacaq Bərdə. Bundan başqa Şamaxı, Albana, Ayniyana və Anariyaka şəhərləri də Albaniyada mövcud idi. Əhali 4 təbəqəyə bölünürdü. Birinci təbəqədə təbii ki, həmişə varlılardı, yəni padşah, ordu başçısı və hakimlər. İkincisi din xadimləri, yəni kahinlər. 3 hərbiçilər, 4-dəki təsərrüfatda işləyən sadə əhali. Görürsüz, burada qulları görmürük biz. Məsələn, Mannada quldur da ən axırıncı. Çünki mən sizə keçən dəfə dedim ki, Albaniyanın Atropatena quldar dövlət olsalar da, amma orada qul əməyindən o qədər də çox istifadə olunmurdu. Qul əməyindən sadəcə kənd təsərrüfatında, bir də ki, sənətkarlığın bəzi sahələrində istifadə olunurdu. Deməli, baxın, tarixçi olan, coğrafiyaçı olan Strabon, Yunan tarixçisi Strabon öz əsərində demişdi ki, Albaniya ta qədim dövrdən necə dövlətdir? Mərkəzləşmiş dövlətdir. Bu da kimlə, hansı dövlətlə oxşardı? Manna dövləti ilə oxşardı. Daha sonra tarixçi Böyük Plini demişdi ki, Albaniyanın ilk paytaxtı hara olub? Qəbələ şəhəri olub, Qəbələnin digər adı isə Kabalaka idi. Ptolemey demişdi ki, Albaniyada 29 şəhər var. Daha sonra Strabon bir də demişdi ki, Albaniyada Uti vilayəti var. Bu Uti vilayətində də ki, Ayniyana və Anariyaka şəhərləri mövcuddur. Daha sonra Albaniyada və Atropatenada təbii ki də quldar monarxiya dövlətisə bu ikisi. Burada padşahın hakimiyyəti necə olmalıdır? Qeyri-məhdud şəkildə idi. Albaniyada padşahdan sonra ən hörmətli şəxs Ay məbədinin kahini idi. Bəzən çaşdırmaq üçün bunu yazır Atropatenaya. Diqqətli olun. Eramızın ilk əsrlərində Albaniyada şüşə qablar və su dəyirmanları istifadə edilməyə başlanıldı. Bəzən bunu da siz çaşdırmaq üçün Atropatena yazır. Deməli, dövlətin yaranması ilə Albaniyada möhürlər kəşf olundu. Neçənci əsrdə, eradan əvvəl 4-cü əsrdə. Bu da hansı dövlətlə oxşardı? Misirlə. Çünki yadınızdadır, 4-cü minillikdə Misir dövləti yarananda möhürlər yaranmışdı. Həmçinin Şumerlə də oxşardı. Bunu kitabda qeyd edərsiniz. Daha sonra eradan əvvəl 3-cü əsrin birinci yarısında Makedoniya İskəndərin adına pullar kəsilməyə başlanıldı. Deməli, eradan əvvəl 4-cü əsrdə, yəni dövlət yaranandan Albaniya ərazisində Makedoniyalı İskəndərin adına pullar tapılmışdı. Baxın, bu Atropatena'dan da oxşardı. Atropatena'da da dövlət yarananda Makedoniyalı İskəndərin adına pullardan istifadə olunurdu. Lakin Albaniyada eradan əvvəl 3-cü əsrin birinci yarısında yerli hökmdarlar öz adlarına pullar kəsdirməyə başladı. Baxın, yerli hökmdarların öz adına pullar kəsdirməsi sadəcə hardadır? Albaniyadadır. Siz çaşdırmaq üçün Atropatena yazar. Baxın, Atropatena'da belə bir şey yoxdur. Deməli, yerli hökmdarların öz adına pullar kəsdirməsi bizə göstərirdi ki, Albaniya dövləti müstəqil dövlətdir. Əgər bir dövlətdə hökmdar öz adına pul kəsdirirsə, bu dövlət müstəqildir. Daha sonra Albaniya iqtisadi cəhətdən daha da güclənir və hökmdarın hakimiyyəti burada möhkəmdir ki, öz adına pullar kəsdirə bilir. Baxın, bu pul dəfinələri də Albaniyada hardan tapılıb? Qəbələdən, yazın burası üçün. Bir də ki, Şamaxıdan. Deməli, Albaniya ərazisindəki pul dəfinələri hardan? Qəbələ və Şamaxıdan tapıldı. Deməli, bundan başqa Albaniyada əhali eradan əvvəl 1-ci minillikdən, yəni hələ bunlar Əhəməninin dövründən olarkən, yəni tayfa olarkən yazı ilə tanış idilər. Daha sonra Albaniyada dinə gəlsək, din çoxtanrılıq da mövcuddur burada, bütpərəstlik də mövcuddur. Çünki onlar Yunanların Zevs, Helios, Selena kimi tanrılarını sitayiş edirdilər. Bu da bizə göstərir ki, Albaniyada çoxtanrılıq mövcuddur. Bununla yanaşı bütpərəstlik də mövcuddur. Amma Atropatenada hansı din var idi? Orada da çoxtanrılıq və zərdüştlük. Orada zərdüştlük idi artıq.
Deməli, eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey başladı Albaniya ərazisində yürüşlər etməyə. Bu yürüşlərdə onun əsas məqsədi nə idi? Yəni Albaniya ilə yanaşı İberiya, yəni Gürcüstana da gəlirdi. Yürüşlərdə əsas məqsədi Xəzər dənizinin sahillərini ələ keçirmək, bir də ki Hindistandan Qara dənizə ticarət yolu keçirdi. Bu ticarət yolu da Albaniyadan keçirdi. Baxın, həmin yolu ələ keçirmək idi. Deməli, Pompeyin biz yürüşü Atropatenaya da görmüşük. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Lukov və Pompeyin yürüşü. Yəni Pompey həm Albaniyaya, həm də Atropatenaya yürüş edib. Deməli, eradan əvvəl 66-cı ildə Roma ilə Albaniya arasında Kür çayı sahilində döyüş oldu. Bu döyüşdə Albaniyada hökmdar Oroys başçılıq edirdi qoşuna və bu döyüşdə kim qalib gəldi? Təbii ki də Roma qalib gəldi. Yəni Albaniya ilə Roma arasında olan bütün müharibələrdə Roma qalib gəlir. Deməli, bu döyüşdən sonra Oroys ilə Pompey sülh müqaviləsi imzaladılar və bu müqavilədən sonra Oroys üst tutdu hara? İberiya, yəni Gürcüstana getdi. Lakin buna baxmayaraq yenidən müqavilənin şərtləri pozuldu və bunlar arasında müharibə baş verdi. Eradan əvvəl 65-ci ildə bu döyüşün adı isə Qanaq və yaxud da ki Alazan çayı yaxınlığında döyüş idi. Bu döyüşdə yenə sərkərdə Pompey hiylə yolu ilə qalib gəldi. Amma bu döyüşdə Alban qoşunlarına Oroysun qardaşı sərkərdə Kozis başçılıq edirdi. Baxın, nədir sərkərdə? Bəzən siz çaşdırmaq üçün sərkərdənin yerinə yazır ki, hökmdar Kozis, yəni çaşmayın. Və yaxud da burada sərkərdə Pompeyin yerinə imperator Pompey yazır, burada da çaşmayın. Çünki biz demişik ki, Roma Respublikası Albaniya Atropatena ilə müharibə aparıb, imperiyası isə dostluq əlaqəsi qurub. Yəni bu döyüşlərin hamısında Roma nədir? İmperiya yox, respublikadır. Yaxşı. Deməli, dedik ki, Qanaq çayı sahilindəki döyüşdə də ki, Albaniya məğlub oldu. Bu döyüşdən sonra Pompey yenidən Xəzər sahili əraziləri ələ keçirmək istədi, lakin tam şəkildə ələ keçirə bilmədi. Çünki Alban əhalisi ciddi müqavimət göstərirdi, yol çətin idi, Pompeyin əsgərləri yorulmuşdu. Ona görə Pompey Albaniyanı ələ keçirə bilmir. Yəni diqqətli olun burada, qeyd kimi də yazın. Yazın ki, Pompey Albaniyanı tam şəkildə Romadan asılı hala sala bilməyib. Yaxşı. Deməli, eradan əvvəl 36-cı ildə biz bilirik ki, Roma sərkərdəsi Antoni hara yürüş etmişdi? Şərq ölkələrinə yürüşə gəlmişdi və bu zaman Antonin özü getmişdi Atropatenaya. Orada haranı tutmuşdu? Fraspa şəhərini mühasirəyə alsa da, Fraspa döyüşündə məğlub olub geri qayıtmışdı. Öz sərkərdəsi Kanidini isə göndərmişdi hara? Albaniyaya, Azərbaycanın şimalına. Kanidin gəldi, burada Alban hökmdarı Zoberi məğlub etdi və Albaniya neynədi? Romadan asılı hala saldı. Həmçinin Albaniya yanaşı İberiyanı, yəni Gürcüstanı da asılı hala salmışdı Kanidi. Deməli, baxın, həm Albaniya, həm də ki Atropatena Romadan nə olub? Asılı hala düşüb. Atropatena eradan əvvəl 1-ci əsrin 1-ci yarısında, yəni ki Lukov və Pompeyin yürüşləri zamanı asılı hala salıb. Albaniya isə eradan əvvəl 36-cı ildə Kanidinin yürüşü nəticəsində, amma hər ikisi daxili müstəqilliyini qoruyub saxlayıblar. Biz bilirik ki, eramızın 20-ci illərində Parfiya dövləti gedir Atropatena dövlətinin süqutu uğradır və Azərbaycanın cənubunu tutur. Parfiya Azərbaycanın cənubunu tutubsa növbəti dəfə hara olacaq? Təbii ki, Azərbaycanın şimalı. Ona görə də şimalda da Albaniya dövlətidir. Ona görə də Albaniya dövləti qorxuya düşür, gedir eramızın 1-ci əsrində kimlə yaxınlaşır? Təbii ki də Roma dövləti ilə yaxınlaşır. Və baxın, Roma imperiyası ilə, baxın, mən sizə keçən dəfə dedim, respublika varsa müharibə, amma yaxınlaşmaq, dostluq varsa imperiyadır. Deməli, eramızın 1-ci əsrindən 3-cü əsrinə qədər Roma ilə Albaniya arasında diplomatik əlaqələr yaranır. Bu diplomatik əlaqələri bizə nə sübut edir? Baxın, 4 dənə mənbə var sübut edən. 1-ci Oktavian Avqustun kitabəsidir. 2-ci İmperator Domisianın Qobustandakı daş kitabəsidir. 3-cüsü İosif Flavin, tarixçi İosif Flavinin məlumatlarıdır. Bunlar üçü də neçənci əsrə aiddir? Bizim eram 1-ci əsrinə. Bir də ki, Roma İmperatoru Adrianın Alban hökmdarına qiymətli hədiyyələr göndərməsidir. Bu da ki, 2-ci əsrə aiddir. Baxın, bu 4 mənbə bizə sübut edir ki, 1-ci, 3-cü əsrlərdə Roma ilə Albaniya arasında diplomatik əlaqələr oldu. Daha sonra biz Azərbaycana eramızın 1-ci və 3-cü əsrlərində Alan tayfalarının yürüyüşünü görmüşük. Bu Alan tayfaları Azərbaycanın şimalından, yəni ki, Dərbəndi keçib gəlirdilər. Deməli, Alan tayfalarının ən böyük yürüyüşü isə 72-74-cü illərdə olmuşdu. Bunlar həm Albaniya dövlətinə, həm də ki Atropatena ərazisinə gəlmişlər. Çünki bu zaman dövlət yox idi. Atropatena artıq süqut etmişdi, ərazi kimi idi. Alanların Azərbaycana yürüyüşünü hardan bilirik biz? Mingəçevirlə Qəbələdən tapılan katakomba qəbirlərindən bilirik. Bundan başqa, Albaniyada həm Latın yazısından, yəni Latın dilindən istifadə olunub, həm də ki Yunan dilindən istifadə olunub. Latın dilin İmperator Domisianın Qobustandakı kitabəsində tapılmışdı 1-ci əsrində. Yunan yazısı isə Şəkinin böyük Dəhnə kəndində kitabə var idi. Bax, o kitabənin üzərində idi. Bu da 2-ci əsrə aiddir.